Çalışın ki, əməliyyat, ümumiyyətlə insan çalışmalıdır ki, əməliyyata getməsin. Məsələni, belə deyək, müalicə ilə həll eləsin, hərəkətlərlə həll eləsin, təbii vasitələrlə həll eləsin. Bunun da yolu məndəyəndir. Yəni, birinci, ikinci variantda ağırlaşma yoxdursa, birinci, ikinci dərəcədə. Məsləhət görürəm. Zəli terapiyası, hicama, alman iynələri, müəyyən içmə dərmanlar, bu at şabalından hazırlanan xüsusi dərmanlar var, bitki tərkibli. Onlar məsələn çox yaxşı təsir edir. Xaya damarlarının klapan sistemini bərpa eləmək üçün çox yaxşı təsir edir. Və bu vasitələrdən istifadə eləmək yanaşır. Dediyim idman, tərsinə pres, uzanıb, ayaqları belə qarına doğru düz bucaq şəklində qaldırılır, salınır. Demək, ayaqlar qaldırılır, salınır, qaldırılır, salınır. Bu şəkildə. Siz bu hərəkəti elədikdə eyni vaxtda iki xeyir qazanırsınız. Birinci xeyir nədir? Birinci xeyir, siz ayağınızı qaldırıb salanda pompa rolunu oynuyorsunuz. Yəni, qanı qovursunuz qarnınıza. Həm nəinki xayalarda, nəinki prostatda, hətta ayaqlarda olan qarın boşluğuna keçməyinə kömək edirsiniz. Nəticədə bu venoz damar sisteminin işini yaxşılaşdırırsınız. Ona görə ikinci bir müsbət buradan bir nəticə alınır. Ki, qarın presi möhkəmlənir. Qarın presində möhkəmlənməsi kişilər üçün çox vacib. Nə kişi, nə qadın. Yəni, bütün insanlar üçün qarın presinin yaxşı vəziyyətdə olması çox vacib bir şeydir. İnsan sağlamlığı üçün çox önəmli bir şeydir. Ona görə bu hərəkətdən, varikoselesi olan da, olmayan da istənilən adamlar istifadə edə bilər bu hərəkətdən. Yəni, tərsinə pres adlanır bu. Yəni, uzanırsınız bərk yerə, amma təbii ki, isti yerə. Və ayaqlarınızı qaldırırsınız, salırsınız, qaldırırsınız, salırsınız. Və burada birdən-birə çox eləməyə ehtiyac yoxdur, özünə əziyyət verməyə ehtiyac yoxdur. Bacarmayan adamlar tutaq ki, 2-2, 3-3 dincələ-dincələ də bu hərəkəti təkrar eləyə bildikcə, bacardıqca eləsinlər. Nə qədər eləyirsiniz, işin xeyrinədir və hətta varikoselesi olmayan insanlar da bunu eləsələr, bu hərəkət eləsələr, burada bir neçə xeyir qazanılır. Birincisi, aşağı ətraf venaları